Dostlar salam. Bu videoda şəkərli diabet haqqında danışmaq istəyərdim, bir faydalı məsləhətlər vermək istəyərdim sizə. Adi misal gətirim ki, 2021-ci ilin statistikasına görə dünya üzrə 537 milyon şəkərli diabet xəstəsi var və 2050-ci ilə bu rəqəm 853 milyon təşkil edəcək. Yəni bu hesabatlara görə. Ona görə dedim ki, fikirləşdim ki, sizə bir video paylaşım, bəzi məsləhətləri verim. Mən danışana qədər siz abunə olmağı unutmayın, bəyənməni də sıxsanız, videonu da paylaşsanız çox məmnun olaram. Şəkərli xəstələr, yəni pasiyentlər nə etməlidir? Yəni əgər istəyirsinizsə çox yaşamaq, yəni bu xəstəliyə müəyyən qədər necə deyək, qalib gəlmək, onda mən dediyim məsləhətlərə qulaq asın. Birinci nə olmalıdır? Birinci motivasiya olmalıdır. Motivasiya olmasa, yəni məqsəd qoymasanız ki, mən bu problemlə mübarizə aparıram, bu video baxmaq mənasızdır. İkinci, hər şəkərli xəstənin, şəkəri olan pasiyentin evində şəkər aparatı mütləq olmalıdır. İndi şükür Allaha ucuzdur, yəni almaq olar. Yəni şəkər aparatınız yoxdursa, şəkərinizə nəzarət eləyə bilmirsinizsə, yenə təkrar edirəm, bu videonu sona qədər izləməyə heç dəyməz. Elə burada söndürmək olar. Növbəti məsləhət nədir? Əgər mübarizəyə başlayırıqsa şəkərli diabetlə, biz mütləq aktiv olmalıyıq. Günə 10.000 addım prinsipi var. Günə 10.000 addım. Bu hər gün saat yarım, 2 saat vaxtınızı alacaq. Niyə görə məhz addım? Niyə görə məhz gəzmək, yürüyüş? Yox, idman zalında ştanq qalxızmaq istəyirsiniz, buyurun, qalxızın, o da xeyirdir. Məhz əzələ. Əzələlər qanda olan şəkəri mənimsəyir, parçalayır. Xırdalıqların danışmıram, çünki bu sizə lazımdır, bütün o sikllər lazımdır. Sadə dildə izah edirəm ki, əhali başa düşsün. Həkimlər bunu onsuz da bilirlər. Ona görə çoxlu gəzmək lazımdır ki, əzələlər həmin şəkəri mənimsəsin, parçalasın. İnanın, bax, aparatınız varsa, şəkəri ölçün. Baxın, görün neçədir. Çıxın, 10.000 addım gəzin, yenə şəkəri ölçün. Fərqi özünüz hiss edəcəksiniz. İkinci məsləhət nədir? Su. Adi insan günə 2 litr su içməlidir. Orta hesabla. Hətta səhər tezdən durun, 2 stəkan su için yeməkdən qabaq. Yarım saat sonra şəkərinizi ölçün yenidən, su içməmişdən qabaq ölçün, 2 stəkan su için, sonra yenidən ölçün şəkərinizi. Yenə fərqi hiss edəcəksiniz ki, nə qədər fərq verdi. Təbii ki, yeməkdən sonra, 1 saat sonra, yəni şəkərli xəstələrin su qəbul etmə prinsipləri də biraz başqadır. Adi insan, misal üçün, 20 dəqiqə sonra içsə də olar, şəkərli insan 1 saat sonra, yeməkdən 1 saat sonra su içməlidir. Məsləhət görülür. Yeməkdən qabaq da 1 stəkan, 2 stəkan, yeməkdən sonra da 1 stəkan, 2 stəkan içməlidir. Ümumi götürəndə 2 litrə yaxın. Bunu da qısa izah edeyim. Niyə? Ən azından su nisbətən qanı duruldur. Yenə deyirəm, sadə dildə, o loru dilində dilləri elə izah edirəm. Qanı duruldur və qanda şəkərin konsentrasiyası dəyişir, təbii ki, aşağı düşür. Bunu da ölçərək glukometrinizlə, aparatınızla bilə bilərsiniz. Üçüncü əsas prinsip diyeta, düzgün qidalanma. Karbohidratları, belə deyək, karbohidratları qəbul edək meyvələrdən. Amma çörəkdir, kartoşkadır, kartof, yəni un məmulatlarıdır, şirniyyatdır, bunları tamamilə yığışdırırıq. Xüsusən də ağ çörəyi. Ağ un məmulatlarını yığışdırırıq. Hərdən bir deyirlər ki, qidamı gözləyirəm, amma baxırsan, cibində bir konfet gizlədir. Bəs çayı nə ilə içim? Yəni, ümumiyyətlə, bu qrup pasiyentlər adətən çalışır ki, özün aldatsın. Bir konfet burada, nə bilim, o barbaris konfeti gəzdirirlər sumkasında, cibində, bir konfet orada, biraz burada yemək, biraz orada yemək. Deyir, yemirəm ki mən, amma şəkərim düşmür. Ümumiyyətlə, bir dənə siyahı tutun gün ərzində. Baxın, görün nə qədər. Yediyinizi oraya yazın, günün axırında biləcəksiniz ki, nə qədər yeyirsiniz.
Yenə təkrar edirəm, karbohidratları kəsirik. Amma qəbul eləyirik meyvələrdən, meyvənin karbohidratlarından. Növbəti məsləhət rejim. Düzgün rejim olmalıdır. Ümumiyyətlə, bu məsləhətlər tək şəkər xəstələri üçün deyil, şəkəri olan pasiyentlər üçün deyil. Bu, hamı eləyəndə bu düzgün rasyon budur, düzgün həyat tərzi budur. Rejim olmalıdır. Ciddi rejim, şəkərli xəstələr ciddi rejim olmalıdır. Vaxtında yuxudan durmaq, vaxtında səhər yeməyi, vaxtında günorta, vaxtında axşam yeməyi, kifayət qədər 7-8 saat yuxu, buna ola bilər 6 saatın, 7 saatın gecə yuxusuna salasınız, gündüz də 1-2 saat yatasınız, yəni ciddi rejim olun. Bəli, arada bəzi hallarda o rejimi pozmağa məcbur olursunuz, amma müəyyən qədər rejimi gözləməlisiniz. Növbəti məsləhət də spirtli içkilər və siqaret. Spirtli içkilərdən, siqaretdən uzaq olmalısınız. Çünki bunlardan uzaq olmasanız, siz şəkərlə mübarizə apara bilməyəcəksiniz. Ümumiyyətlə, bu məsləhətləri verirəmsə, o demək deyir ki, siz vırdığınız insulini atmalısınız qırağa və yaxud da endokrinoloq yazdığı tabletləri qırağa atmalısınız və mən dediyimə qulaq asmalısınız. Xeyr, onları qəbul edirsiniz. Bəzi insanlar elə bilir ki, insulini vurdımsa, misal üçün 6 vahid bunu yeyə bilərəm. 9 vahid vurum ki, nə istəyirəm yeyə. Yox, o düzgün prinsip deyil. Və yaxud da şəkər dərmanımı içmişəmsə, gedib uzanıb divanda yata bilərəm. Və yaxud da insulini vurmuşamsa, gedib yata bilərəm divanda. Xeyr, bu belə deyil. Siz onlarla yanaşı, mən dediyim bu prinsiplərə riayət etməlisiniz. Bunları gözləməlisiniz. Əgər siz doğrudan da istəyirsiniz şəkərlə mübarizə aparmağa, əgər doğrudan da sizin motivasiyanız var və bunları elədikdən sonra, şəkərdə fərqi hiss edəkdən sonra özünüzü yaxşı hiss edəcəksiniz və ondan sonra müraciət edin endokrinoloqunuza ki, mənim hər gün şəhərim artıq 360 deyil, misal üçün 100-dür. İnsulinin necə dozasını azaldım, dərmanımın necə dozasını dəyişim. Bu barədə artıq endokrinoloqunuza müraciət edəcəksiniz. Bu 7-8 dəqiqə ərzində mən çalışdım ki, sizə maksimum məlumat çatdırım. Tək sağlam olun. Ekranda orada hardasa abunə olun işarəsi var. Bu abunəlik pulsuzdur. Heç bir əziyyət də tələb eləmir. Ya sadəcə bir düyməni sıxırsınız. Çox sağ olun, minnətdaram. Ekranda olan bəyənmə işarəsində sıxın, zəhmət olmasa.